vaxtınız xeyir olsun. Estetik Radyosu'nun dinləyiciləri və izləyiciləri. Bəli, bugün çərşənbə günü 3 iyul tarixindəyik. Tariximizin imzası verilişi yenidən edildi. Tariximizin imzası qəhrəmanlıqla yazılan şanlı səhifəmizdir. Bəli, bu səhifəmizi yazan şəhid oğullarımız, qazi qardaşlarımız və vətən müharibəsi iştirakçıların qardaşlarımız və qəhrəmanlarımız. Biz heç zaman bu qəhrəmanları unutmayacağıq, bu qəhrəmanları unutulmaz və heç zaman yaddan çıxmaz. Verilişimizin əsas məqsədi odur ki, qəhrəmanlarımızı tanıdaq və qəhrəmanlıq sərnaməsi yazan oğulların hər zaman tarixdə yaşamasına əldə edək ki, onlar hər zaman tariximizdə yaşasın və hər zaman bizim xalqımızın qəlbində hər zaman dilində onların adı çəkilsin. Bəli, qəhrəmanlarımız ölmür. Çünki qəhrəmanlarımızın adları bugün övladlarımızda yaşayır. Qəhrəmanlarımızın adları bugün tariximizdə yaşayır. Qəhrəmanlarımızın adları duyulmaqda olan yansını dilində yaşayır. Bugün də yenə bizim müqəddəs şəhid analarımız qonağımızdır və vətən müharibəsi iştirakçısı, ictimai fəal, könüllü fəal qonağımızda. Qonaqlarımızı təqdim edirik. Xanım Quliyeva, Şəhid Əli Quliyevin anası. Xoş gəlmişsiniz. Railə mikrofona qalmışam ana. Mikrofonu verin anaya. Xoş gəlmişsiniz ana. Çox sağ ol. Allah köməyimiz olsun. Xoş gününüzə gələk. Biz də bugün gəlmişik. Öz şəhidlərimizi yada salaq. Onlar yaddan çıxmağa qoymayaq. Əlbəttə ki, şəhidlər heç vaxt yaddan çıxmır, şəhidlər unudulmur. Şəhidlər o zaman ölür ki, onlar unudulur. Və şəhid Samir Nagirovun anası Railə Nagirova. Railə ana, xoş gəlmişsiniz. Qəhrəman bir oğul böyütmüsünüz, vətənə qurban vermişsiniz. Sizin qarşınızda baş əyirik. Çox sağ olun. Nə yaxşı ki, bax bizim sinifin analarımız var. Çox sağ olun ki, bu yanında verilişi bizi dəvət eləmişsiniz və kömək belə deyim də, yəni ki, heç zaman yəni bu şəhid uşaqları yəni yada salırsınız, bu analara dayaq olursunuz ki, yaşadaq. Bizim borcumuzdur bu övladları yaşatmaq və ananın yanında bizim qəhrəman bir oğlumuz var, Asi Hüseynov. Vətən müharibəsi uğrunda gedən aynı adı görüşlərdə sona qədər vuruşan və səhərində müəyyən problemlər yaşadan bir oğul bu dünya özündə yaşadır və qürurla, məğrurla ayaq üstədir və prezidentimizin ona təqdim etdiyi medalları daşıyır. Az sonra medallar haqqında danışacağıq. Xoş gəlmişsiniz, Asif qardaş. Salamünaleyküm, çox sağ olun, verilişimizə dəvət elədiniz. İnşallah bu günləri keçdiyimiz yollardan danışacağıq. Allah şəhidlərimizə, qazilərimizə, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı, uzun ömür versin. Amin. Və növbəti qonağımızı sevə-sevə təqdim edirəm sizə. Əziz ol. Demək olar ki, elə o da mənlə bərabər bax bu verilişi öz çinlərində başlayan bir oğuldur. Və daima da bax mənim bu verilişimə arxa planda dəstək olan bir oğlandır. Daima şəhid ailələrində, daima şəhid tədbirlərinin düzənlənməsində böyük əməli rolu olan bir ictimai gənc fəaldır. Xoş gəlmişsiniz, Əziz qardaş. Mən də sizə salamlayıram, xoş gördük. Bu uğurlu layihəyə də sizə uğurlar arzu edirəm. Mən də bütün şəhid analarımızın hər birinin qarşısında baş əyirəm. Şəhidlərimiz uğur şad olsun, nur içində yazsınlar. Allah qazilərimizə də can sağlığı versin, Allah aqilbəyə də can sağlığı versin, var olsun. Allah sizə də can sağlığı versin, yeganə bacım. Bizim borcumuzdur, nə qədər canımızda can var, hər zaman biz şəhid ailəmizin yanındayıq. Bu proqramla da Allah sizə var eləsin ki, şəhidlərimizi unutmursunuz, unutturmursunuz. Onları televiziyalarda, hər yerdə, ictimai yerlərdə də, məktəblərdə də, muzeylərdə də adlarını yaşadırsınız. Biz də əlimizdən gələn olaraq, biz də gücümüz çatandan qeyrət borcumuzu yerinə yetiririk. Təşəkkür edirəm dəvətiniz üçün. İnşallah bugün çox gözəl bir proqram olacaq. Təşəkkür ederim. Yaxın günlərdə bir öz saytında da bunu işıqlandırdım. Bir tədbir rastıma çıxdı.
günə qədər hələ nəşri tapılmayan bir şəhidimiz, onun haqqında çətin də olsa danışacağım. Əli Quliyevin tədbirini düzənləməyə böyük bir dəstəyimiz oldu, köməyimiz oldu. Təşəkkür edirik və onun adına sinif otağı açıldı. Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə. Xanım ana, istəyərdim mikrofonu alasınız. Yeri gəlmişkən 4 nömrəli orta məktəbin müəllimləri ilə bir gündə xanım ananın qonağı oldu. Bizə çox gözəl bir qarşıladı bizi və süfrəsinə dəvət etdi. Biz orada Əli haqqında xatirələrimizi bölüşdük. Əli haqqında orta məktəb illərini, Vilmetrə dövrünü, əskərli illərini, hərbi xidmətdə olan illərini bölüşdük o xatirələri. Ana üçün nə qədər çətin olsa da bilirəm. Və istəyərdim ki, bax, ama bu haqda danışsın. Mən Quliyev Əli Əkbəroğlu şəhid anasıyam. Əli 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Əli elə uşaqlığından çox mərd, belə necə deyim, çox vətənpərvər, idmanı sevən. Həmişə deyirdi mənə ki, mama mən çox cəsur uşaq idi, cəld uşaq idi, mehriban uşaq idi. Əli ikinci oğlum idi. Böyük oğlum əskər olanda o mənə deyirdi ki, mama, əgər Akif əskərdə olmasa, mən çıxıb gedərəm Qarabağa. Orada bizim elə sözlər deyirdi. Amma sənə yazığım gəlir ki, sən dözə bilməzsən də biz ikimiz də burada olmasaq. O orta məktəbi çox əla qiymətlərlə oxudu. Və müəllimləri o vaxtda danışdı. Müəllimləri ondan çox razı idilər. Ondan sonra verdi instituta, orada onun balı çatmadı. İnstituta getmədi, rəhmətli papası apardı onu sintez kauçuk zavoduna işə düzəltdi. Orada bir il işlədi, il də tamam olmadı. Onu əskər apardılar. 1993-cü ilin oktyabrında əskər getdi. Zeynalabdin Tağıyev qəsəbəsində ora yerləşdirdilər, o çasta. Ondan sonra 3 ay orada oldu. O gedib tez-tez qayıdırdı evə, deyirdi ki, komandir mənə deyir ki, get evə, biz buradan əskərləri yola salacaq Qarabağa. Onda səni mən saxlayacağım Xocluqda öz yanımda. Atasına da elə demişdi. Amma uşaq ona dözmədi. 94-cü ildə o görüb ki, əskərləri yığırlar avtobusa. Özü tullanır, minir ki, mən də gedirəm. Könüllü, özü gedir. Yanında qonşunun oğlu olur. O deyir ki, Əli gəl, biz qıraqda qalaq. Sənin adın da spisokda yoxdur. Hətta spisokda yoxdur. Gəl gedək, sonra uşaq şeylər gedəndən sonra, əskərlər gedəndən sonra çıxıb gedərik evə. O deyir, yox, sən adı kişi qoymuşsan, mən dözə bilmirəm. Mən çoxdan getmək istəyirəm mən Qarabağa. Oradan gedirlər Ağdama, Güllücə kəndində. 15 gün balaca spisok şey gəlmişdi, nədir, məktub. Məktub gəlmişdi ki, şeydir, ana, mən 15 gün boyda oldum, vuruşdum. İndi çıxmışam, salamatam, amma ayaqlarımda ayaqqabım cırıqdı, yara töküb ayaqlarım. Pəs indi istirahətdəyəm. Ondan sonra ondan məktub gəlmədi. Onları aparıblar Ağdama. Ağdamın Qlobus yüksəkliyi uğrunda gedən döyüşlərdə Əli orada itkin düşüb. Yanvar ayının 29-u. O vaxtdan da mən balamı tapmıram. Gözüm yolda, qulağım səsdə. Hər dəfə bir qapı döyüləndə elə bilirəm balamdan xəbər gəlir. Amma hələ də xəbər yoxdur. İnşallah artırıcı çəkəsiz. Az sonra anamın arzularını da səsləndirəcək. Biraz səbirli ol, xoşdaq ol. Rayna ana, sizə işləyirəm. Siz qəhrəman bir hərbiçini və hərbiçi olaraq döyüşlərə qatılan bir qəhrəmanın anasısınız.
Buyurun, müşteri sizi. Sander hakkında nə xatirələriniz? Bilirəm, bir gəlməyən xatirələriniz var Sander haqqında. Çox xatirələr. Çoxdur xatirələr, no, belə deyim də, yəni avqustun 16-sı 1992-ci ilin anadan olub Samir və bəli, Sumqayıt şəhəri. Biz nasıl olsun da Hacıcılar Dintaqöydə qalırıq, sadəcə Sumqayıt şəhərində. Öz əslim coratlıdır ona görə. Hə, ona görə yəni yazılmışdı Wikipediyada. Hə. Biraz Buyurun. və belə deyim də, bu uşaq çox mülayim, çox güləriz, çox heç bir qonşu deyə bilməz ki, Samir nəsə ya sataşır, ya məsələn kimisə xətrinə deyib. Çox belə hörmətli bir uşaq idi. Deməli, o vaxt illəri, yəni ki, çox çətin bir günlər idi, bizdə bir problem idi. Uşaq 9-cu sinif qutaran ki, bitirən kimi dedi ki, yox, mən gedirəm ailəmə köməkləmə, yəni getmədi oxumağa, dedi ki, gedim işləyim, bəli, gedim işləyim, ailəmə, yəni anama kömək edim. Yəni zəhmətkeş uşaq idi, çox zəhmətkeş uşaq idi və vaxtı gəldi, əskəriyə getdi. Əskəriyə də gedəndən sonra, yəni Beyləqan ensaylı hərbi hissəyə düşmüşdü və o hərbi hissədə qalmadı. O dedi ki, mən gedirəm döyüş yerinə, yəni ki, akoplara. Əskəri orada çəkib o. O dedi ki, mən qalmayacam, yəni hər halda uşaqlar aparanda onlar hərbi hissədə qalmadılar. Bu dedi ki, yox. Yəni əskəri orada bitirib, manga komandiri olub. Gələndən sonra, bir müddətdən sonra dedi ki, bəs yığma var, yığma komanda var da və mən getmək istəyirəm. Mən dedim ki, getdim. Əskəridən sonra idi, maxı kimi qulluq, bəli. Və həmlə taburu, o soruşdu ki, həmlə taburu nə demək? Dedi, kəşfiyyətdir. Kəşfiyyətdir, bəli. Və sevə-sevə o uşaqlıqda, yəni onun bayrağı həmişə yanında olardı. Çox sevirdi. O forma giyməsə, formaya bənzər paltar giyinirdi. Həmişə də biz uşaqların arasında olanda həmişə çalışırdı ki, çest versin. Çox sevirdi hərbini uşaq. Vətənpərvər idi. Onun qızı Məryəm ona oxşuyub uşaqlıq olaraq. Elə bir hərəkətli danışığı. Hə, yəni ki, siz indi dediniz, mənim gözümün önündən keçdi. Məryəm də insanları görəndə bir təsirmək istəyir. Hətta balaca qız idi, qız bir dəfə o ailədə qonaq edir. Hərbi forma giyinmişdi. Bəli, bəli. Bir onun başına çıxmışdı ki, atasının şəkilləri aslında onun boyu və oradan belə bir tez verirdi. Və bayraq əlində, bayraqdar bir qız idi. Həqiqətən də o atası ilə təsvir. Çünki o Məryəm gözünü açan görürdü ki, bayraq həmişə bizim evimizdə var idi. Həmişə, yəni bayraq daim bizim evimizdə. Yəni ki, ona görə belə deyim də davam edir. Düzdür, inşallah böyüyəndən sonra nə olacaq? İnşallah, inşallah adına layiq bir uşaq olacaq. İnşallah. Və axırıncı danışığımız ayın 7-si olub, yəni oktyabrın 7-si olub və orada Samir belə deyim də atası soruşdu ki, sən hansı dayın yanındasın? Qayıtdı ki, Füzuli dayın yanındayım. Yəni narahat olmayın. Mən də dedim, 2 dənə sualım var. Məsələn, mənə qoymurlar, icazə vermirlər, sənə sual verim. Dedi, vermə, amma dincəlir, belə deyim də, yəni Cəbrayılı boşaltmışıq, indi istirahətdəyim. Bunun müharibə ilanı. Ayın 7, bəli, oktyabr, bəli. Belə mənə yox, ancaq tələb elədim ki, mənə bir danışsın. Son söhbəti odur ki, atası soruşdu hansı dayın yanındadır. Yəni demək olmazdı. Dedi ki, Füzuli dayın yanındadır. Bəli, parol idi. Bəli. O demək olmaz idi. Bəli, mən də onda dedim ki, Samir nə olar? O qayıtdı ki, mama siz necəsiniz? Dedi biz, yəni 2 dənə sualım olacaq. Soruşdum, olar verim. Dedi, hə verim amma narahat olma. Heç nə, bir dənə soruşdum ki, yəni çörək yemişsən? Dedi, hə amma narahat olma. Və soyuq deyilmi sənə? Dedi, yox. Sonra qayıtdım ki, Samir, o dedi ki, siz necəsiniz? Dedim, biz yaxşıyıq. Bax, biz arxadayıq da, yəni sən bizi fikirləşmədin. Sən, bax, gedmirsən kişi kimi, Vuruşkina, kişi kimi də adın gəlsin. Yəni, belə bir söz işlətdim. Kişi kimi vuruşdu, kişi kimi də qaldı. Danışığımız ayın 7-si oldu, yəni axırıncı danışığımızdır. Ondan sonra 31. Sən hətta rütbə də almışsın, Kiçik çavuş almışdı. Elə bir, belə deyim də, 2 ay qalmış hardasa. Onu müqavilə qutarmışdı. O gəldi ki, mama müqavilə qutardı, neyini? Dedim ki, iş sənindir. İşi sən sevirsən. Yəni, məsləhət sənindir. İstəyirsən uzaq. Bəli, o da uzaq. Bəli. Doğru da şəhid analarının dərdini insanla bir görüşdən etməsəlidir. Bir mənəvi rahatlıq dedilər. Bəli.
Çünki o anaları çok gözəl anlayıram. Allah sizə səbir versin. Allah sizə can sağlığı versin. Bizim milli mənəvi dəyərlərimiz gözəldirməz. Bizim tarix yazan oğullarımızın bizə əmanət qoyduğu analarsınız. Elə siz də qəhrəman analarsınız ki, qəhrəman oğullar böyüdürsünüz. Şəhidlərin şahidi, şəhid, yəni qazi qardaşlarımızdır və müharibə iştirakçıları qardaşlarımızdır. Onlar üçün də danışmaq bugün ağırdır, çünki onlar öz sözlərini müharibəyə verirlər və onların yanında nə qədər dostları, hərbiçi dostları, döyüşçü dostları şəhadətə ucaldı. Asif qardaş, istəyərdik ki, bu təəssüratlarınızı bizlə bölüşəsiniz. Deyəsən, hərbi xidmətə gedəndən sonra qayıdırsınız və maxit kimi xidmətə başlayırsınız. Bu sizə artıq hərbiyə qarşı böyük bir maraq və həvəs idi, vətən sevgisi. Buyurun, sizi eşitirik və zaten o sizə mikrofonu yapmışsın. Hüseynov Asif Abdullaoğlu, Sumqayıt şəhərində anadan olmuşam. 30 nömrəli tam orta məktəbin şagirdi olmuşam. Uşaqlığımızdan həmişə ibtidai sinif müəlliməmiz sual verərdi, bütün uşaqlara sual verərdi ki, kimlə olmaq istəyər? Biri müəllimə deyərdi, biri tibb bacısı deyərdi. Hətta biri deyərdi, ana olmaq istəyirəm. Bəli, bəli, bəli. Biri ata olmaq istəyirəm. Bütün uşaqlar deyərdi, indi bizdəki, həmişə mən arxada oturmuşam. Müəllimə mənə qaldıranda deyirdi ki, atan nə istəyir? Deyirdim ki, atam sürücüdür. Deyir, bəs sən özün nə olmaq istəyirsən? Həmişə deyərdim ki, əsgər olmaq istəyirəm. Mənim elə ürəyimdən o keçdi. Bəli, bəli. Həmişə arzum olub əsgər olmaq. Döyüşdən danışaq. 2016 aprel döyüşlərində mənim bir yaxın dostum var idi. Bayramov Şılan Bayramoğlu. Bəli, bəli. 13-cü imkan. Bəli, bəli. Tərtər döyüşlərinin, bəli, şəhidimiz olub. Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin. O şəhidimizlə mənim çox dostluğumuz olub. Hətta günü bugün də belə mən onların ailəsinə gedə bilmirəm. Necə deyim, yəni ailəsinin mənə görüb pis olmasın deyə. O 2016 döyüşləri olanda bizdə daha da... Bəli, bəli. Özü müddətdən artıq işləyirdim. 2012-ci ildə əsgərlikdən qayıdandan sonra 2014-cü ildə müddətdən artıq olmuşam. Vətənə xidmət eləmişəm. 2016 döyüşləri olanda bizə komanda verildi döyüşə. Getdik, amma bizi döyüşə salmadılar. Bu bizdə bir sınıqlıq oldu da, yəni istədiyimizə çata bilmədik, bəli. Bu da bizim Azərbaycan oğulları. Onları döyüşə buraxmırlar və onlarda bir sınıqlıq yaranır. Ki, mən niyə döyüşdə deyiləm? Bax, ona görə bizim birliyimiz, bax, bizim belə cəngavər oğullarımızın istəyi bizi qalibiyyətə apardı. Buyurun, işləyin. Düzdür, 2016 aprel döyüşləri çox çəkmədi, amma bu bizdə bir sınıq kimi qaldı. General Polad Həşimovun şəhid olmaq xəbəri gəldi 2020-ci ildə. Bəli, bəli. Mən hətta işdən çıxandan sonra, işdən çıxıb Sumqayıta gələndə gördüm ki, böyük bir kolon yaranıb. 13-cü imkanına gedirlər Polad Həşimovun evinə. Mən də qoşuldum onlara. Formadaydım, qoşuldum onlara, getdik. Getdik, həyətlərində düzdür gözlədik, hamı gözlədi. Şəhidimiz gəldi. Onda mən gördüm ki, Azərbaycanda böyük bir güc var. Yəni, cavanlarımız həqiqətən can atır ki, döyüş olsun, canla başla da geçsinlər. Bizə şükür Allaha, Ali Baş Komandamızın əmri oldu. 2020-ci ildə sentyabr ayının 27-ci biz yola düşdük Bakıdan. Füzuli rayonuna gedib 28-ci günü çatdıq, səhər tezdən 6-da. Komandirimiz tapşırıq verdi. Komandirimiz Məmmədov Sənan, Allah onun canını sağ eləsin, tapşırıq verdi ki, hazır olun, döyüşə gedirik, hamı diqqətdir, heç kim kolondan ayrılmasın. Girdik döyüşə. Döyüşə girdik, düzdür, ilk şəhidimiz, bizim hərbi hissənin ilk şəhidi Məmmədov Kənan. O mənim Bakı şəhərində. Məmmədov Kənan mənim dizimin üstündə, sol dizimin üstündə şəhid oldu. Görmək, onu hiss etmək. Belə
Mən adicə o formanı, yəni əynimdən çıxarmaq belə istəmirdim. Yəni onun, yəni öz qüruruma sıxışdıra bilmirdim. Bəli, bəli. Öz qüruruma sıxışdıra bilmirdim. O formanı mən götürüm bir kənara qoyum. Yəni özümə sıxışdırmırdım. Sonra hansı oğullar, böyüsü yoldaşlarınız sizin yanınızda şəhadətə ucaldı? Yadınızda qalıb mı? Bəli, bəli, çoxu var. Deyim sizə, İmamquliyev Ruslan, 9-cu İmkrain şəhidi. Bəli, bəli. Bəli, bəli. Allah onun anası Ramiyə anası. Bəli, bir il sonra anası da rəhmətə getdi. Bəli, 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 heç keçmədi. Təzə də ailə qurmuşdu. Allah övlad düz nəsib eləmədi. Onun ailəsində çox olmuşam mən. Anası bizə həmişə mənə çox istəyirdi. Mənə həmişə deyərdi ki, ürəyin nə istəyirsən? Deyirdim ki, ana, həmişə istəyirəm ki, bir dənə yarpaq dolması olsun. Yəni, bu könlümdən keçir. Həm o evə gedəndə mənim qabağımı qoyurdu onu. Sağ olsun. Çox gözəl insan idi. Çox gözəl. Bəli. Ramiyə anaya Allah Dözmədi. Bəli. Bu söhbətdə çox da belə o mənim mənada anam idi həmdə. Siz inanın ki, o qədər diqqətli idi hərbçilərə, qazilərə. Hətta oğlu ilə belə vuruşan hər bir oğula öz oğlu kimi baxırdı. Elə bilirdi ki, o Ruslanın bir xatirəsini daşıyır oğullar və Ruslanın bir nəyinsə daşıyır. O onunla təskini tapırdı, bəli, anlatamana. O onunla bir təskini tapırdı. Ruhu şad olsun. Məkanı cənnətdə oğluna olmuşdur. Valla nə deyək, Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Allah onların valideynlərini dünyasını dəyişmişlərə rəhmət eləsin, qalanlara bıraxalıdır. Və sizin yaxanızda medallar bəzəyir. Mən bu medallar haqqında danışmaq istəyirəm. Müharibə iştirakçısı medalı, Füzulinin azad olunmasına görə medal, Cəbrailin azad olunmasına görə medal, Qüsursuz medal, bu artıq hərbi hissədə 10 il bəli və 100 illik yubiley medal. Nə xoşdur bizdə, bax bizim Azərbaycanımızın bu cür tarix yazan bir oğlanları var. Yəqin ki, ailəlisiniz. Bəli, bəli, ailəliyəm, 2 övladım. Allah saxlasın. Övladlarınız gələcəkdə o medalları özləri daşımaq istəyəcəklər ki, bu bizim atamızın medallarıdır. Əlbəttə, mənim oğlum mən formamı geyinib tez-tez şəkillər çəkib usta-usta paylaşır. Ay, maşallah. Sevir, formanı çox sevir. Çünki onun atası qəhrəman oğludur. Çünki onun atası da vətənini sevir, xalqını sevir. Təbii ki, o atanın oğlu elə olmalıdır. Hətta anası da bir qəhrəmandır. Hərbi qulluqçudur. Doğrudan. Bəli, bəli. Nə gözəl. Ay, hərbiçi ailəsi, gözəl. Bəli, bəli. Allah qorusun. Sağ olun, çox sağ olun. Allah bəxtəvər eləsin. Allah Amin, bəxtəvər eləsin. amin. Və gəldik əziz qardaşımıza. Əziz qardaşımız könüllü işləyən, yəni bu günə qədər heç bezməyən, heç bu yoldan çəkinməyən, daima şəhid ailələrinə yanında olan, şəhid analarına öz anası, şəhid atalarına öz atası hesab edən, şəhid bacılarına öz bacısı, şəhid qardaşlarına öz qardaşı hesab edən bir oğuldur, həqiqətən əksədir. Mən sizin o işlərinizə qarşısında başlayırlar. Bir ana kimi, bir bacı kimi sizin həqiqətən də işləriniz doğrudan hər bir kəsə etmədiyi bir işlərdir ki, siz daima bu ailələrə ərizə belə yazmaqda eşitmişəm, köməkli edirsiniz, lazımi orqanlara lazım olanda aparıb çatdırırsınız və bax bu ruh sizdən hardan yarandı? Bax bu ruh necə oldu ki, yarandı sizdə ki, bax bu hiss, bu vətənpərvərlik. Təbii ki, siz şəhid nəvəsi, şəhid nəticəsisiniz, mən bunu bilirəm və bu bir növ ailədən irəli gəlir, amma sizdə tamam başqa bir ruh var. Elə bir ki, siz cəmiyyətdə özünüzü çox borclu hesab edirsiniz bu missiyada. Buyurun, sizi eşidək. Çox sağ olun. Bəli, çox düzgün vurğuladınız Cənab Hacım, Allah razı olsun sizdən. Bəli, mən özümdə həmişə köpə vaxtı olanda da, 1-ci sinifdə oxuyanda, 2-ci sinifdə oxuyanda müəllimlərimiz deyəndə indi kimi yadımdadır ki, mən yəni biraz da artıq inkişaf elədikcə insan düşünür ki, həmişə mən düşünmüşəm, mənim ad günüm də Qaracad faciəsinə düşüb. Həmişə 20 noyabrə, bəli, həmişə mən özümdə o keçmişəm ki, niyə mən balaca olmuşam, niyə mən böyük olmamışam ki, qəhrəman qardaşlarımızla çin-çinə niyə döyüşməmişəm, mən balaca olmuşam, niyə həmişə özümdə o sual yaranıb, babalarımızın danışığını da eşidəndə ki, məsələn, babamın mənim o adı verib, həmişə deyirdi ki, o baban kimi qəhrəman ol. Sizin babanız? Bəli.
Əziz Vəziz Abdüləziz oğlu İsmail rayon Tacıstan kəndinin ilk 31 mart soyqırım şəhidi. Mən onun nəticəsiyəm. Adım daşıyıram. O biri babam da Qurbanəli Əzizov. O da Qurbanəli Liftiyev. O da Böyük Vətən müharibəsində qazi olub. 2010-cu ildə dünyasını dəyişib. İsmail rayonunda da Müsüsü İstasyon rəisi işləyib. Boyu 2 metr olub. Yəni zəhimli bir insan olub. Düşmən ondan qorxurdu. Ona görə də həmişə babam deyirdi ki, onun adı kimi adın yaşat, amma onun başına gələn faciə sənin başına gəlməsin, onun adını yaşat. Mən də özüm həmişə borc bildim. Ona görə bu 20 il mən fəallıq edirəm, amma 6 ildir ictimaiyyət içindəyəm. Bəli, mən özüm beynəlxalq dərəcədə vəkiliyəm, könüllü ictimai fəal olaraq. Bəli, vəkildir, BMT layihələrinin rəhbəridir. Beynəlxalq dərəcədə vəkildir, BMT layihələrini 15 il aparıb, layihə rəhbəri olub Sumqayıt şöbəsinin 27 ildə şəhid ailələrine, veteranlara, az səmərətli ailələrə təmənnasız hüquqi yardım göstərib, ərizələr yazıb, yəni təmənnasız olaraq 27 ildir fəaliyyəti var. Allah buna da can sağlığı. Adı nədir? Mehdi Cəlalzadə. Mehdi müəllim sizə də təşəkkürümüzü bildiririk İstiqlal Radyosunun adından. Həqiqətən də bax burada bir balaca da əməyi olan şəhid ailələrinə, qazilərə, azca da əməyi olan kimlər də varsa, mən bu fikir vasitəsilə öz təşəkkürümü bildirirəm ki, doğrudan da hərə öz missiyasında nə isə bacarırsa, nə xoşdursa. Bəli. Yəni, həqiqətən də belə insanlarımız hələ ki var. Var. Belə insanlarımız nə qədər var, vətənimiz də yaşayacaq, xalqımız da yaşayacaq, şəhidlərimiz və qazilərimiz daima yaşayacaq. Anlatı bəli. Və bir də onu vurğulayım ki, Banu xanım ananın tədbirindən sonra 22 nömrə məktəbdə də tədbir keçirildi. 3 sinif otağı adına şəhidlərimizdən də sinif otağı verildi. Kəşfiyyatçı snayperçi Elmar Nəsibovun adına, Minatan Orxan Məhərrəmov və Heydər Əliyev adına akademiyanın kursantı Rəhim Dadaşov adına 22 nömrə məktəbdə 1 iyun Uşaqlar Günü'nə bağlı şunvar şəhərində tədbir keçirildi. Orada şəhidlərimizin o missiyası davam etdiriləcək. Tahirə müəllimə, Fərqan müəllimə, buradan bütün məktəblər həqiqətən örnəkdir. Mən buradan 40-dan çox rayona mən təmənnasız könüllü bu işlərimdən qürur duyuram, fəxr edirəm ki, nə xoş ki, mən bu həmişə televizordan baxırdım. Deyirdim ki, Allah mənə qismət eləsin. Mən bu şəhid analarımızı tanıyım. Onların problemi, qayğısı varsa, mən də bir dəstək olum, kömək edim. Həmişə əlimi açıb dua eləyirdim ki, mən bu şəhid analarımızı tanıyım. Vətən müharibəsində də düzdür. Yazdıq, bizi aparmadı, olmadısa, amma arxa cəbhədə suya öz sözümüzü demişik. Amma indi bizim, yenə deyirəm, bu qəhrəman analarımızın, atalarımızın insanda bir missiya dünyadan köçəndən sonra bitir. Mən öz missiyamı bunda başa bilirəm ki, mənim missiyam nə qədər Allah ömrü verib, o bitəcək. Mən torpağa getdim, üzümə mənim torpaq atıldı, mənim missiyam, qeyrət borcum burada başa çatacaq. Və burada sizə də mənim dualı borcum ki, var olun ki, belə proqramlar keçirirsiniz, şəhid ailələrinin yanında olan insanları da işıqlandırırsınız, şəhid ailələri də unutmursunuz. Və buradan da mən demək istəyirəm ki, bizim bu xeyrətçi analarımız da var, şəhid analarımız. Allah onlara can sağlığı versin. Oradan bir də Süreyya anamızdır, sağ olsun. Bakın, gözəl anamızdır, salamlayırıq onu. O Qazax qəhrəman şəhid ailələri kitab yazdı, İnşallah sumqayıtçılıq eləyəcək, böyük möhtəşəm. İnşallah həmişə deyir ki, yeganə qızım, nə olur olsun, mənim informasiya dəstəyimdir. Həmişə. Allah verənsə rəhmətləsə ananın yeni həyatında yaşamışdır. Və mən yenə bildirdim, ananın iyisini elə Süreyya anada aldım. Daima onun yanında olan bir insanı çox istəyirəm onu. Ümid də bütün şəhid analarını çox istəyirəm. Onlar hər biri mənim anamdır, hər biri mənim doğmamdır, əzizimdir. Onların övladları elə mənim öz övladlarımdır, heç mən tərk etmirəm. Onlar hər biri bizim qardaşlarımızdır, bizim dəyərlilərimizdir. Bəli, Allah sizdən sağ versin. Ana xanım, ana öpürəm əllərinizdən. Yaylan öpürəm əllərinizdən. Asif qardaş, Allah sən də canını sağ eləsin. Allah düşmən özbərizləndən qardaşlarımızı qorusun. Allah sizə də var eləsin. Bəli. Allah bütün o nə qədər ki səngərdə oğullarımız var, Allah onları hər bir əziyyətdən, hər bir çətinlikdən qorusun. Amin. Və Ana xanım anaya gələk. Ana xanım ananın evində qonaqlarında bir söz çox belə mənim ürəyimin yerlərini titrətdi. Dedi ki, oğlumun nəşi taplasın qurban kəsəcəm. Quru sümüyünə qurban demişəm. Quru sümüyünə qurban demişəm ki, ən azı ziyarət edə biləcəyim bir insanın olmağını istəyirəm. Amma bax, bu haqda sizin üçün çətindir danışmaq, amma çox
çətindir, arzulu, istəməzdim belə bir arzu edəsiniz. Elə onun sağ gəlişindən kəşf qurban kəsərdiniz. Əlimi üzmüşəm də mən. Çünki 32 ildir mən yol gözləyirəm. 44 günlük müharibəyə qədər fikirləşirdim ki, əsir bəlkə saxlayırlar mənim balama. Bəlkə də ermənilərin əlindədir. Çünki bizim rayonlarımız ermənilərin əlində idi. Fikirləşirdim bəlkə. Çünki mən ümidimi üzmürdüm. Elə bilirdiniz ki, Elə bilirdim. Çünki o həmişə deyirdi, qohum əqrəbə dəyirmanın ağzına öyle asson diri çıxar. Belə bir məsəl var bizdə. Aman ki, mənim balamdan sər soraq çıxmadı. Əlimi üzmüşəm. 32 ildir, 50 yaşı oldu. Keçən il indi 51 yaşı var. O mən üçün həmişə uşaqdır, körpədir. Ana ağlamır. İndi ona görə əlimi üzmüşəm. Fikirləşirəm, heç olmasa quru sümüyü də gəlsə, mənə xəbər eləsinlər. Mən onun quru sümüyünü görüm, ona qurban kəsim. Getməyə bir ziyarət yerim olsun. Çünki onun Məzarı olsun. bir məzarı olsun. Anamın Hə. Çünki onun ad günü olur, ölən günü olur. Mən onu heç yerdə ziyarət eləyə bilmirəm. Bir dərdimizi deyəcək bir Bəli. məzar istəyirəm. Hə, ona görə Valla ana, Çarəsiz- nə deyək? çarəsiz Mən bir deyə ana. bilmirəm. Bu sözün qarşısında sözlər belə acizdir. Mən çarəsiz bir anıyam. Allah sizin o çarəsizlikdən tezliklə çıxartsın inşallah. Oğlunuzun tezlik olmasa bir nəşi gəlsin. Amin. Şəhidlər xiyabanda dəfn olunsun. Sizin də gedəcəyiniz bir məzar, bir ziyarətkarlıq olsun. Həqiqətən də anamın bu istəyi çox çətin istəyidir. Heç bir anaya bax bu istəyi arzulamazdı. Rayna ana, gələcəkdə indi böyüməkdə olan nəsil oğullarımıza, qızlarımıza, yəni övladlarımıza nə demək istəyirsiniz bir şəhid anasıdır? Bax, burada da bizim iki gəncimiz əyləşiblər və tamam oğullarımızdır. Nə demək istəyirsiniz böyüməkdə olan nəsildir? Arzunuz nədir? Və istəyiniz nədir? İstəmədiyim, arzum edim, vətəni sevsinlər. Vətəni sevsinlər, Sağ olun. vətənə qulluq eləsinlər, bəli, bayrağı sevsinlər. O çox böyük, nə bilim, qürurdur. Sağlam olsunlar. Sağ olun. Dünya salamat olsun ki, bəli, bu uşaqlarda müharibə də heç bir anaya bir də ki, bu acılıq olmasın. Yəni, anaya baxıram, heç mənim danışmaq, Dərdinizi artıq unutdunuz. vallahi, nə bilim. Yəni, valla nə deyim? Allah Çox çətin bir günlər, çünki biz indi ana 32 ildə dedi ana. Bəli, 32. Allah ona səbir versin, Allah ona can sağlığı versin. Yəni o günü qismət eləsin ki, naşı tapılsın, bu bala gəlsin. Amin. Valla ama belə deyim də, yəni ayın 7 axırıncı dəfə biz danışmışıq. Təsəvvür edin ki, 31-i şəhid gəldi. O bir ay ərzində biz bilmirik harda idik. Bu dünyada idi, yoxsa o biri dünyada idi. Yəni ki, bu anaya da baxanda nə bilim, Allah yenə də deyirəm, səbir versin, can sağlığı versin ki. Allah sənin şəhidlərimizə rəhmət eləsin. Heç nə, dünya salamat olsun və bir daha bu acılıq olmasın. Amin. Bax, bunu arzulayıram. Heç bir dünyaya müharibə arzulamam. Yox. Heç bir ölkəyə müharibə arzulamam. Çünki müharibə dərdi çox ağır dərdi və Çox illərlə çətindir. sağalmayan Çətindir. bir dərdi ki, yəni o illərlə sağalmır, qərinələr, əsrlər belə keçir. Analar dünyasını dəyişir bile o sağalmır. Sağalmayan bir dərdi. Allah bir də bizim xalqımıza nasıl eləməsin. Bəli, qəhrəman oğlumuzdan da biri Asif qardaş boynadır. Asif qardaş nə deyəm ki, gözünü müharibədə dedi, qəhrəmanlıq salmanasına adını qızıl xərclərlə yazdı. Çox olarkən heç inanardınız ki, siz qəhrəman olacaqsınız o zamansa. Yox, heç vaxt ağlıma gəlməzdi. Düşünməzdim. Qəhrəmanları hər zaman mənim Qoşulmaq istəmişəm. Həmişə o Şəhidlər Xiyabanına gedəndə, yəni bizi məktəbdən Şəhidlər Xiyabanına aparanda, yəni onlara baxırdım. Yəni orada nə müəllim, əsgər falan belə baxırdıq. Yəni bizə qəribə gəlirdi. Yəni çox qəribə gəlirdi ki, yəni müəllimlər bizi başa salır ki, bu falan şəhidimizdir. Qəribə gəlirdi. Yəni heç vaxt onlar yerində olmaq, yəni düzdür, arzu eləsək belə o Allahın işidir. İndi qismətdir. Yəni mən inanmazdım ki, yəni döyüşdən belə sağ-salamat qayıdım, amma o bəli, ən pis yəni nöqtədə yəni bizlər olmuşuq.
Yəni inanılası bir şey değildi. Amma sizə deyim ki, yəni bəli, qürurlu bir şeydir. Siz hər dəfə eşidirsiniz ki, Cəbrayıl azad oldu, Qubadda azad oldu, Zəngilan azad oldu. Nə hisslər keçirirsiniz? Sözün düzü, döyüş vaxtı, indi gecə vaxtıdır, indi biz orada postlarda dayananda, biz bu barədə ancaq arxadan təminat gələndə, əziz qardaşın dediyinə toxunmaq istəyirəm. Bizə arxadan təminat gələndə, orada bir qızın yazdığı bir məktub, bəli, bizə jaketlər satlar yollayırdı. İnsanların elədiklərini unutmaq olmaz. Bu sevgi idi. Bəli, sağ olsunlar. Yəni orada bir qız yazmışdı ki, bəs əsgər dayılar, yəni yolunuzu gözləyirik, yəni qayıdın. Yəni o bizə həqiqətən, yəni biz də hamımız birimizə ötürürdük. Bir də ki, bizə Ayətül Kürsləri yollayırdılar. Bunları oxuyun, sağ-salamat qalın deyə. Yadınızda qalan bir məktub hansı olub? Ən çox o qızın yolladığı məktub, bəs əsgər dayılar, bəs yolunuzu gözləyirik, qayıdın. Nə gözəl, görürsünüz? Bizim bu bir xalq sevgisidir. Bəli. Bu bir fəaliyyət sevgisidir. Bəli. Bu bir vətən sevgisidir. Bu böyük bir ailənin kiçik nümayəndəsinin sevgisidir. Ay kiçik nümayəndə də olsa, böyük bir izdiham sizin ürəyinizdə. Keşke o kızı indi tapardınız. Çox istəyərdim o qızı tapım. Adı yadlar. Xeyr, adı Günel idi, amma soyadı familiyasını bilmirəm. Biz bax buradan deyirik Günelə, bizim əlaqələrimiz də var, yaza bilərsiniz. Bax bu Asif dayıyla sizi görüşdürməyə İnşallah ki olar. Vasitəsilə hazırdır. Günel qızım yəqin ki bizi eşidir. Bax orada yazmışdı, nə yazmışdı? Əsgər dayılar yolunuzu gözlərir, sağ-salamat qayıdın. Əsgər dayılar yolumuzu gözləyirik, sağ-salamat qayıdın. Yəqin ki o buradan bizi izləyir və deyəcək ki biz kimlə danışdıq. Çox xoş olardı həqiqətən də. Bax belə bir işə vəsilə olar. Valla nə desək azdır, nə desək, neynəsək azdır. Yəni illərlə, saatlarla belə bir verilişə aparmaq belə azdır. Gəldi çatdıq verilişimizin sonuna istərdik ki, analardan özümüzə, necə deyərlər, halallıq alaq. Siz haqqınızı bizə halal edin, analar. Əlbəttə, Allah köməyiniz olsun, Allah sizə can sağlığı versin. Həmişə şəhid ailələrin yanında olun, ömrünüz uzun olsun. Bizə də səbir, dözüm versin Allah Taala. Bu günlərə dözək. Mən işin öz balamın yolunu gözləyirəm. Balamın yolu açıq olsun, tezliyinə ondan bir xəbər çıxsın. Çox sağ olun, yeganə qızım. Allah razı olsun. Deyəsən sizin qızınızın da bir yeganə, nə gözəl, mən də sizin bir Əlbəttə, sən də mən bir qızım. Allah hamıya can sağlığı versin, qazilərimizə, veteranlarımıza. Oğlumu gördüm, çox fərəhləndim. Allah can sağlığı versin. Hamımıza, əziz balama, bacıma, hamıya. Çünki mən yaşlaşıram, 72 yaşım var. Allah sizə ömür versin. Nə bilim, indi Allah. Allah Yəni, sizə bu qədər başına. Təşəkkür ederim. Rayla ana, halallıq verin bizə. Təşəkkür edirik. Çox sağ olun. Bax, şimdi qayıtında hətta Ürən Aladın halı yoxlasınlasına. Düz, bax, bizim festivalə qədər gəlmişsiniz. Təşəkkür ederiz. Xoşdur. Biz də iş adamıyıq, yəni ki. Burada demək istəyirəm ki, sizə çox sağ ol deyil ki, beləcə bu efirlər daim, yəni hər bir verilişdə, hər bir proqramda olsun ki, xalq görsün, bilsin ki, yəni yaddan çıxmasın, bəli, və yəni yaşadırsınız. Allah sizdən razı olsun, sizə çox sağ ol deyirik. Uğurlar sizə. Böyük uğurlar. Çox sağ olun, Rayla ana. Əllərinizdən öpürük. Asif qardaş, buyurun, eşidirsiniz, son sözünüz nədir? Mən də analara qoşuluram. Çox sağ olun, var olun. Yəni yada saldınız, çağırdınız. Minnətdarım. Yəni inşallah Siz sağ olun ki, bizim unutmarıq inşallah. Mənim ana vətənimi qaytarmışsınız ki, sizə çox borcluyum. Biz bugün qürurla Şuşamıza gedirik, Ağlarımıza gedirik. Mən də əslən özüm Qarabağlıyam. Həqiqətən də hər zaman arzulayırdım ki, mən Atatürk'larıma gitmək istəyirəm. Atamın uyuduğu torpağa gitmək istəyirəm. Bax, bu siz oğulların sayəsində, şəhidlərin sayəsində bizə nəsib qismət olunur. Təşəkkür ederim sizə. Bax, mən bacım sizə çox təşəkkür edirəm.
Buyurun əzizlər. Mən də sizə mən də analarımın, Hasib qardaşımın sözünə qoşuram. Çox sağ olun, təşəkkür edirəm və mən buradan demək istəyirəm ki, mənim uşaqlıq dostum da şəhiddir, Orxan Məhrəmov, 44 günlük vətən və uşaqlıqda bir yerdə böyümüşük. Yəni ona bilsən bir yerdə böyümüşük. Həmişə deyirdi ki, düşmənləri gedək məhv eləyək, torpaqlarımızı alaq. Həmişə deyirdi, elə mən də həmişə deyirdim, belə deyirdi 18-ci ilin, Xocalının, 20 yanvarın, Qarakənd faciəsinin, bütün illər boyu olan şəhidlərimizin qisasını alaq. O dediyində elədi, düzü getdi, şəhid oldu. Allah bütün şəhidlərimizin ruhu şad eləsin. Çox sağ olun bacım, bu layihələrimiz davamlı olsun. İnşallah bu layihələr uğurlu olacaq. Onun başında sən varsansa uğurlu olacaq. Mən də sənin yanında qardaşın həmişə qulluğundayım. Çox sağ ol, Allah razı olsun, diqqət verin. Sizə zəng eləmişəm, bir SMS yazmağım kifayət edib ki, əziz mənə dəstək olubdur, dayaq olubdur. Hətta olub ki, özünün ən qiymətli belə vaxtını sərf edib mənim işimin arxasınca deyib. Borcumuz. Bəli, bugünkü verilişimiz də belə sona çatdı. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə Allah səbir versin, övladlarına, bacı qardaşlarına, həyat yoldaşlarına Allah can sağlığı versin. Allah vətənimizi, xalqımızı qorusun. Sülh, əmin-amanlıq daima vətənimizin xalqı olsun. Sağ olun, salamat qalın, dəyərli Destekli Radyosunun izləyiciləri və dinləyiciləri. Təşəkkür ederim.